السلام عليكم يا شهداء في سبيل الله. السلام عليكم يا أهل الأرض. من هو الله وحد الله. Hoca Allah sabrı versin. Hadi Allah. السلام عليكم يا شهداء في سبيل الله. السلام عليكم يا أهل القبر. اللهم إنا نسألك موجبات رحمتك وعزائم مغفرتك نسألك النجاة من النار. رحم الله ونادنا الفاتحة. بسم الله الرحمن الرحيم مالك يوم الدين. اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. آمين. بسم الله الرحمن الرحيم. قل هو الله أحد أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. من الرحمن الرحيم مالك يوم الدين. إياك نعبد وإياك نستعين. بسم الله الرحمن الرحيم. أما يتساءلون هم فيه مختلف كالأسوار وجنات الفاكهة فكانت سرابا. صدق الله العلي العظيم. آمين. آمين. الحمد لله رب العالمين والعاقبة للمتقين. الصلاة والسلام على سيدنا ونبينا وطبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد صلى الله عليه وآله وسلم. اللهم ربنا يا ربنا تقبل منا إنك أنت السميع العليم وتب لنا يا مولانا إنك أنت التواب الرحيم. اهدنا بوحدنا إلى الحق ولا ترك المحكوم واعف عنا واغفر لنا ورحمتنا ولنا فانصرنا على القوم الكافرين. اللهم نور قلوبنا بنور القرآن اللهم اكرم بكرامة القرآن. اللهم شرفنا بشرافة القرآن. اللهم زينا بزينة القرآن. اللهم ألبسنا بخلقة القرآن. اللهم ادخل الجنة بشفاعة القرآن. القرآن زمنا في الدنيا كريما وفي القبر مونسا. محمد المصطفى صلى الله عليه وسلم وإلى جميل الأولياء والأوصياء والشهداء والصالح وإلى المؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات لا سيما خصوصا إلى روحه. اللهم إني أسألك موجبات رحمتك وعزائم مغفرتك والسلامة من كل اسم والغنيمة من كل بر والفوز بالجنة والنجاة من النار. ربنا لا تزغ قلوبنا بعد إذ هديتنا وهب لنا من لدنك رحمة إنك أنت الوهاب. ربنا إنك جامع الناس لا ريب فيه إن الله لا يخلف الميعاد. جهة الناس. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين الرحمن الرحيم. إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. آمين. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله لم يلد ولم يولد. Allah rahmet eylesin. Allah sana razı olsun hürmetli Hatim Erhan'dan. Hürmetli cemaat, aziz şehit ataları, hürmetli şehit anaları, biz yine ziyaretliyiz. Yine şehit bağlarımızın ziyaretindeyiz. Yine şehitler hiyabanında ziyaretliyiz. Dönese de ziyaret dedim. Ona göre ki ziyaretgahdır. Bunu bilin, aşağı düşün, bir defeli hak olsun başınıza. Bu diyandığımız yer ziyaretgahdır. İster bu diyandığımız yer olsun, ister göyler kent.
Şəhidlər xiyabanı olsun, istər Məlik Çobanı, şəhidlər xiyabanı, istər Qudtəpəsi olsun, istər də Şərəfli olsun. Harda şəhid varsa ziyarətgahdır, şirkdir, pirdir, bunu bilin. Allah Teala hər birinizdən razı olsun. Bir xahişim var sizdən, həmişəki xahişimdir. Bir də gəlib sükutla bütün şəhidlərimizin xatirəsini yad edək, sonra tədbirimizi davam etdirək. Keç bu deyil kadınlar yola. Yarın ben bitir. Allah rahmet eylesin. Allah rahmet eylesin. Allah her birinizden razı olsun. Gültekin bacı sen hara gittin? Bugün Nazım balamızın anım günüdür. Bilirsiniz ki 3 balalarımızın 3 anım günü var bugün. Nazım'ın karşısında durmuşuz. Nazım'dan sonra Elsever'in oğlunun karşısında duracağız. Ondan sonra Sabir'in karşısında duracağız. Allah Teala bütün şəhid atalarının, şəhid analarının qalan bağlarını salamat eləsin. Hörmətli cemaat, siz böyük qüvvəsiz. Siz büyük insanlarsınız. Bugün Nazım'ın karşısında dedim diyormuşum. Nazım'ın solunda kardeşi Sadullah, sağında ise anası dayanıp, anası da öyle bir insandır ki benim gözümün qabağında her yere gelir, bunu siz görürsünüz. O yeri yok ki Serkende olsun, İslam'ını ben demeye de belki de çehtədir, bunu siz görürsünüz. Her yere gelir bu kadın. Allah kalan bağlarını salamat eləsin. Hörmətli cemaat, bu günləri şərəfli, şərəfatlı bir gündür. Ona göre ki balalarımızın anım günüdür. Bu anım gününü qeyd eləmək için her birimiz Allah Teala'ya yalvarıp, Allah Teala'dan hoş niyetler alıp demək lazım ki Allah Teala bunların yerini cennet elə. Allah Teala bunların atasından anasının kalan bağların salamat elər. Duamız bu olsun. Hörmətli cemaat, əziz mənim istəklərim, hamınız mənim istəklərimsiz. Siz bunu çox gözəl bilirsiniz, azı mərhəmətin istəklisiniz. Hörmətli cemaat, bu günləri Nazım balamın döşündə, qarşısında Şamaxı rayonunun hörmətli axundi, Hacı Mərhəmət buradadır. Xalq buradadır. Tüm şəhid atalar, şəhid anaları buradadır. Və eyni zamanda sizin qarşınızdakı sizin ağsaqqalınız, hörmətli Nazım balamızın ağsaqqalı sizin qarşınızdadır. Allah Teala hər birinizdən razı olsun. Allah sizi xoşbaxt eləsin, hörmətli cemaat. Mən də sizdən, biz də sizdən güc qüvvə alırıq. Amma bütün güc qüvvəni aldığımız babalarımız. Ona görə də, hörmətli Sadullah, bir neçə kəlmə, mən olsa da deyəcəyəm, bir neçə kəlmə bir də təbrik elə bu cemaatı sağ ol denən, onun qalanları mənlidir, sənin bir şey yox. Allah bütün gələn cəmaatın canı sağ eləsin. Ömrünü uzun eləsin. Allah şəhidlərimizin yerini cənnət eləsin. Amin. Allah hər birimizə can sağlığı, uzun ömür versin. Çox sağ ol, təşəkkür edirəm. Bəlkə bir danasın. Hamıza çok sağ ol diyelim. Allah kömək olsun. Bizim yanımızdasın. 5 yıldır biz hamımız biliyoruz. Kalan ata-analara can sağlığı. Balalarımızın yeri cennet eləsin diyelim. Ölkəmizə əmin-amanlıq istəyirəm. Saldatlarımızı Allah qorusun. Amin. Prezidentimizi, onun yoldaşını, Allah bütün anaların hamısını can sağlığı arzulayın. Atalara can sağlığı. Amin. Allah sizlerin kömək olsun ki, bu beşikdə bizim yanımızda. Çok sağ olun, teşekkür ederim. Hamıza təşəkkür ederim. Çok sağ olun. Bugün bu məclisimizdə, bu tədbirimizdə Birikən Qaravəlli o zonanın icra nümayəndəsinin sədri hörmətli Hacı Röhrəm mənim yanımdadır. Bu işə baxan Şamaxı rayon icra hakimiyyətinin şöbə müdiri hörmətli Cəlal müəllim mənim yanımdadır. Hörmətli komissarımız dünən mənə məlumat verdi. Bugün vacib bir iş olduğuna görə iştirak edə bilmək. Qardaş, onun mavini Elmi müəllim bunları burada iştirak edir. Hər birindən çox razıyam. Hər birinə təşəkkür edirəm. Hər biriniz çox sağ olun. Söz İmran müəllimə verirəm. Buyur. Əvvəla mən də hər birimizi salamlayıram. Dəyərli tədbir iştirakçıları. Bizim hər birimizə məlumdur ki, cibimizin gözəl məkanda, şəhidlər xəybanında 3 balalarımızın
Yani buradan mı kaçıyor? Şəhadət günüdür. Nazım balamızın, Sabir balamızın, Elvin balamızın. Allah hər birinin valideynlərinə gözün versin. Bütün şəhid atalarına Allah gözün versin. Çünki bizim balalar torpaq üçün, azaldıq üçün canı qurban verirlər. Mən də deyərdim, biz artıq son neçə vaxtı ilə bu gözəl məkanda Yoğan 27-sindən bəri biz yenə çiyin və çiynə bu ziyarətkarlarda olan hər bir kəsə öz təşəkkürümü bildirirəm. Rayonumuzun axındı, Ağsaqqalı, Cəlal müəllimə, bütün komissarlıqdan, bütün qurumlardan iştirak edən hər bir kəsə öz minnətdarlığımı bildirirəm. Və cəmaət, Allah hər birinizdən razı olsun. Allah sizlərin də dünyasını dəyişənlərə rəhmət eləsin. Mənim dərd ortaqlarım, bacılarım, qardaşlarım. Allah bu nur üzlü bağlarımızın yerini cənnət eləsin. Allah qazilərimizə, veteranlarımıza şəfa versin. İndiki vaxtda ordumuzun keşiyində duran zabitlərimizi, hərbçilərimizi, soldatlarımızı Allah qorusun. Və mən hər birinizdən bir xahişim var. Mən belə bir yaramaz məsələ rast gəldim mənə. Yəni açıqlamayacağım. Mən bir şey xahiş edirəm. Biz kimisə bu gözəl məkanda, bu gözəl məqamda kimisə bura gəlməyə məcbur eləmir. Kimlərsə sevinsin ki, onlar gəlib belə bir məkana çıxırlar. Saf bir cənnət məkanında kişilərin yanında sözlərini deyə bilirlər. Mən heç də demirəm də, hamı əlin qoysun ürəyinə, geçsin kimi tərifləyir, öz evində tərifləsin, öz ailəsində tərifləsin. Bura elə bir məkandır ki, burada şəhidlərin atanası biz üçsə, deməli biz nə görüyoruz? Biz heç demiyoruz. Bizim şərəfli borcumuzu, bağlarımızı ziyarət eləmək və bütün şəhid-sevər hər bir kəsə öz təşəkkürümü bildirirəm. Burada yəqin bizi kimi ürəyi dağlı valideynlər var, bala itirənlər var. Onların hər birini Allah'tan bol gözüm arzulayıram, səbr arzulayıram. Allah şəhid əmanətlərini qorusun. Zaman gedən şəhid bağlarımızın, batsın qardaşı sağlasın. Amin. Nənə baba olmayan bacı qardaşlarıma nənə baba olmaq arzulayıram. Burada ziyanları görürəm, müəllimələri görürəm. Allah hamımızdan dönə razı olsun. Hazır, var olun. Ağsaqqal, Cəlal müəllim, Elgün balam, hər biriniz təşəkkür edirəm. Və hamının şərəfli borcu o, sevinsin ki, belə məkana gələ bilirlər. Bizim kiməsə minnətlə bura kimizə gəlməyə ehtiyacı yox. Oldu maşallah. Geçsin evində sıyığın, yesin, Allah'dan köləsin. Allah qəbul eləsin. Təşəkkür edirəm. Yolunun düzgün halal çıxışınız üçün İmran müəllim. Sübhan müəllim, buyur, şəhid atası. Cəm şəhidlər bizim sözləsin. Bizim mənbəyimizdir, ziyarət yerimizdir. Allah yerlərimizdən eləsin, valideynlərə səbir eləsin. Nə yaxşı ki, Nazım kimi insanlarımız alayım ki, bizim işli tutanlar başımıza vururlar. Alınmayan torpalarımızı alırlar, Allah onlardan razı olsun. Valideynlərə səbir eləyin, Allah bu Azərbaycana səbir eləyin. Çünki qeyrət olanın Hüseyin balası, Hüseyin qardaşı olar. Allah yerlərini cənnət eləsin. Amin. Bizim İsraili bayraq daima bütün Azərbaycanda dağılmasın. Çox sağ olun, Allah razı olsun. Çok sağ ol. Namaz. Şəhid atası. Sağ olasın, başlar bizə görə. Allah sizlərdən də razı olsun. Şəhid əvvəl Allah'ında başlayırlar. Anamızın məkanı cənnət olsun. Allah səbrinizi olsun. Allah hər birinizdən razı olsun. Təşəkkür edirəm. Nazım balamızın. Allah ruhu şad eləsin. Anasına səbir versin, qardaşına səbir versin. Allah cəmaət sizdən hər birinizdən razı olsun. Allah köməyiniz olsun ki, həmişə bizim yanımızdasınız. Şəhid seversiniz. Bəli, şəhidlər də elə belə sevilmək üçün yarandı. Elə belə canların sipər elə bildilər. Vətən üçün, bizim üçün, hər birimiz üçün, hər bir ayaq üstə gəzən Azərbaycanlı üçün canlarına keçdilər. Şirin canından heç kim istəməz ki, qıymaz ki, bu dünyada yaşamasın. Hər bir kəs, hər bir fərd istəyir ki, yaşasın. Amma bu kişilər ölümün gözünə dik baxaraq vətənimizi azad elədilər, torpaqlarımızı qaytardılar. Özləri şəhid oldular.
Siz de ömrü boyu hiç vaxt hamının boyun borcu ki onları unutmasın. Allah her birinizden razı olsun. Hürmetli analar, hürmetli atalar, ellerinizden öpürəm. Allah köməyiniz olsun. Bir şəhid əsası olaraq hər birinizə minnətdarlığımı bildirirəm. Allah razı Çok olsun. sağ olun, teşekkür ederim. Hürmetli bacı, siz elə yanımızda olursunuz her defa. Allah bana rahmet eylesin, yeri cennette olsun. Buyurun. Şehir anası olmağına özüne borç bildiren için azaltıcı bir Ucunda benim balamın sorağına çıktı ucunda. Sabahtan korkmadı. Ben ona bakmıyorum. Bugün elə bildim ki bura gelmekte. Sağım burada da bakmam için. Her bir ata, her bir ana, her bir bacı kardeş ve bütün sağ olun. Sizlerin yanında olmanız çok hoştur. Çok sağ olun. Çünkü bizi bir eleyen şehit bağlarımız olur. Allah bütün şehit bağlarımızı ulaşabilsin. Allah gazilerimize, iştirakçılarımıza, hərbiçilərimizə kömək olsun. Ordumuzu, birliyimizi qorusun. Dövlətimizi, dövlətçiliyimizi qorusun. Necə ki, balalarımız bizi alnasıq, üzü ağ yaşamağı nəsib etsin. Allah biz valideynlərdə, balalarımıza qovuşanda alnasıq, üzü ağ qovuştursun. Allah dünyamızı salamat etsin. Amin. Her zaman bizi yaddan çıxarmayın. Bizimlə bir olan oğullara, qızlara Allah qorusun. Amin. Ana, Allah sizə də səbir versin. Baxıram ki, yine oğlunla dayanmışsan. Nazım balamıza bakasın. Benim de Vüsal'ım 7 yaşından atasını bitirmişti. 27 yaşında. 20 mənə ata oldu, oğul oldu, qardaş oldu, sirdaş oldu. Bir 5 ildir her yerde Vüsal aktarlar. Vüsal yanımdadır. Her zaman gurur duyuram. Gurur duyuram ki Vüsal kimi oğlun anasıyam. Çok sağ Gurur olun. duyuram ki belə bir şəhidlərin ölkəsində yaşayırıq. Allah şəhidlərimizin ruhunu şad etsin. Amin. Çalışağın həmişə hiç duraq. Çünkü biz alnı açıq, üzü ağ ata-analarıq. Bəli. Her zaman da alnı açıq olar. Allah bütün şehit bağlarımızı bir daha verin. Amin. Teşekkür ederim. Güzel bir söz dediniz. Dediniz ben burada olan dile bilmem Vüsal'ın yanındayım. Söz değilsiniz. Çok güzel değilsiniz. Her bir şehit sizin bağlarınızdır. Her bir şehit bunların bağlasıdır. Şehit anası, Paksa buyur. Oradan bir balaca imkan elini boyuna çektim ben. Hörmətli tədbir iştirakçıları, hörmətli axundumuz, ağsaqqalımız, icra nümayəndəmiz, komissarımız, məktəb direktorları, nümayəndələr, hər birinizi salamlayıram. Şəhid ataları, şəhid anaları. Çox sağ olun ki, bugünkü gündə bizləri tək qoymursunuz. Allah bütün şəhidlərin yerini cənnət eləsin. Ayda, Səbirullah, sizlərə səbir dözüm versin Allah. Allah hər birimizdən razı olsun. Hər kim bizim balalarımıza dəyər verir, Allah onlara dəyər versin. Allah bizi çəkib belə balalarımızı nümayiş eləyən, çəkilişdə aparan Məhərrəmdir, Vahiddir, Rəşaddır. Allah ömürlərini uzun eləsin. Allah canlarını sağ eləsin. Bugün bilirsiniz bizim 3 şəhidimiz İldölmədir, Sabirdir, Elvindir, Nazirdir. Allah onların ailələrinə səbir dözüm versin. Allah bütün şəhid atalarına, analarına səbir versin. Hər bir şəhid atalarının, analarının qarşısında baş əyirəm. Bizləri bu məktəb direktorları da tək qoymur. Allah canlarını sağ eləsin. Nüyüd məktəbin direktoru Yaşar müəllim də bizlərləndir. Allah ömürlərini uzun eləsin. Var olsunlar. Allah hər birimizə səbir dözüm versin. Çox sağ olaqsak. Teşekkür ederim. Şehit atası, Tevfik müəllim buyur. Allah razı olsun. Allah bir cemaattan razı olsun ki bugün Nazım balamızı valideynlerin tək qoymadı. Allah hamıza razı olsun. Allah yerin cennet ve Allah'ın yücelesin. Allah size səbir versin. Anasına, kardeşine. Amin. Allah səbir versin. Çok sağ olun. Teşekkür ederim. Cövrən müəllim. Buyur. Çox hörmətli, dəyərli şəhid valideynləri, sizin hamınızı salamlayıram.
çok değerli aksakallarımız buradadır. Bugün bizim Nazim balamızın, bacımızın oğlu, kardeşimizin oğlunun anım günüdür. Bəli, çox gözəl qeyd elədi bayaqları şəhid valideyni ki, biz fəxr eləməliyik ki, biz burada bu günləri biz ziyarətləyirik. Aksakalımız gözəl qeyd elədi ki, bura ziyarətgah yeridir. Bəli, bura ziyarətgah yeridir. Bu günləri bizim azad nəfəs almağımızda, başı dik, alnı açıq gəzməyimizdə bizim bu şəhidlərimizin, qazilərimizin, müharibə iştirakçılarımızın, təbii ki, Ali Baş Komandanın böyük əməyi olmuşdur. Biz hər zaman bu şəhid valideynlərin görəndə onların qarşısında biz həmişə borcluyuq. Bütün nə qədər ömrümüz varsa biz onların, yaxınlarının, valideynlərin qarşısında borcluyuq. Çünki onlar evladları ən əziz canlarından və onlar ən əziz evladlarından keçdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Və mən burada xüsusilə bizim aksakalımıza və axundumuza dərin minnətdarlığımı bildirirəm. Bu yaşda, bu vəziyyətdə, yağışda, qarda, qışda həmişə bütün tədbirlərdə iştirak edir. Allah onlardan da razı olsun. Əziz şəhid valideynləri, əzizlərim, bunu dəfələrlə qeyd edirik. Allah şahiddir ki, ürəkdən gələn sözdür. Siz, Allah sizin qalan evladlarınızı qorusun. Allah sizə səbir dözüm versin. Siz şərəfli valideynlərsiniz. Cavan evladları itirən analar var, bacılar var. 1 ilə, 2 ilə, 5 ilə, 10 ilə o evladlar tədricən unudulub gedir. Lakin şəhidlərimiz, nə qədər Azərbaycan xalqı var, nə qədər Azərbaycan vətəndaşları var. Bu şəhidlərimiz yaşayacaq, həmişə qəlbimizdə olacaq. Allah sizə səbir versin. Allah rəhmət eləsin bacım. Teşekkür ederim. Ben belə məlumat verirlər ki, buradadır. Buyursun. Buyursun. İradə mənim. Yok değil. Buradadır, buradadır. Çək, gəl. Biraz sağ buradan məlumat. Biri çıxış eləsin. Ha. Sağ olun, Aslan. Teşekkür ederim, minnətdarım. Azərbaycanın ərazi bütövlüyü yolunda canlarını fəda edən vətən oğullarımızı daima çox böyük hörmət və ehtiramla anırıq. Belə oğullarımızdan, yəni belə vətən oğullarımızdan biri də bizim məktəbin məzunu olmuş Beydiyev Nazim Eynullah oğludur. Nazim Azərbaycanın yəni 2-ci Qarabağ müharibəsində iştirak etmiş, Murovdağ, Ağdərə və Suqovuşan ərazisində gedən müharibədə iştirak etmiş və 4 oktyabr 2020-ci ildə Suqovuşanın azadlığı uğrunda şəhadətə ucalıb. Bəli, canını fəda edib, Allah ona rəhmət eləsin. Biz bilirik ki, Nazimin atası da 1-ci Qarabağ müharibəsinin iştirakçısı olub. Deməli, qəhrəmanlıq qandan gəlir, gendən gəlir. Allah hər ikisinə rəhmət eləsin. Nazim və Nazimin timsalında bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm və onların valideynlərinə səbir diləyirəm və ruhları şad olsun deyirəm. Bu qədər. Teşekkür ederim. Çok sağ olun. Çok sağ olun, teşekkürler. Xanım Məhəmməd, sən də buraya yakınlaşırım. Çox sağ olun Nazım müəllim. Bu 5 il ərzində bizə dəstək üstə Allah sizi var eləsin. Bu günlərimiz söz verilirsə, söz verilirsə, hörmətli şəhid ataları, şəhid anaları, bu günlərin Nazım balamızın timsalında Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Hər biri qəhrəmandır. Allah qardaşımıza da səbir versin. Allah səni saxlasın ki, sən bizimlə 5 ildə bizimlə Çok sağ olun, yanımızda teşekkür ol. Hamımızdan da Allah razı olsun. İcra nümayəndələri, axundumuz, ağsaqqalımız, Allah sizi var eləsin ki, 5 ildə siz bizə dəstəksiniz. Allah sizi Çok var sağ olun, eləsin. teşekkür ederim. Şəhidləri unutmursunuz. Sizinlə fəxr edin. Çok Allah sağ olun, teşekkür ederim. şəhidlərimizi Allah ruhunu şad eləsin. Amin. Hər biri qəhrəman. Amin. Allah hamımızdan razı olsun, gələn əğuza var olsun. Çox sağ olun. Galip, Vallahi razı olsun. buyururam sizi. Sen danış, sonra kalanları yukarıda vereceğim sözü.
Bir de Türkiye'den şəhidləri, dəyərli şəhid valideynlərini, gələn qonaqları hamısını salamlayıram. Allah Nazım balamıza və bugünkü onun günü olan Elvin və Sabir balamıza qəni-qəni rəhmət eləsin. Allah məkanların cənnət, məqamların uca eləsin inşallah. Amin. Allah heç bir valideyni evlad acısı ilə imtihan eləməsin. Evlad bitirmək böyük dərddir. Ancaq onların ölümü elə belə ölüm deyil. Onlar bize Allah'ın da müqəddəs Kur'an'da buyurduğu kimi ölməyirlər. Yaşayırlar ancaq biz anlamırıq. Allah Nazım balamızın timsalında cəmi şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Valideynlərinə səbir versin. Çox sağ olasın. Teşekkür ederim. Natik müəllim sen de buyur. Ben sormayayım sağ olun. Her şey öz qədəsinidir. Buyur ki yukarıda bərizm ofiseləri. Bayram gələk yukarıda bərizm. Ben de bütün ziyaret iştirakçılara hepinizi salamlıyorum. Nazım balamızın, Sabir balamızın ve Elvin balamızın bugün ziyaretliyiz. Onların Allah məqamlarını uca eləsin. Onların timsalında cəmi şəhidlərimizin yeri cənnət olsun. Dövlətçiliyimizi var eləsin. Ordumuz güclü, qüdrətli, basılmaz olsun. Şəhid valideynlərinə Allah hamımıza səbir versin. Sağ olun. Teşekkür ederim. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən də Azərbaycanın müstəqilliyi uğrunda, azadlığı uğrunda öz qanları ilə tarix yazan şəhid balalarımızın valideynlərinin qarşısında baş əyirəm. Onlara Allahın səbrini diləyirəm. Bilirsiniz ki, həmin bizim şəhidlərimiz Ali Başkomandanımızın rəhbərliyi altında düşmənə qarşı mübarizəyə qalxdılar. Qısa müddət ərzində Azərbaycanın itirilmiş bütün ərazilərini geri qaytardılar. Tarix yazdılar. Mən də bu münasibətlə şəhid valideynlərinə gözünüz aydın olsun deyirəm ki, bu tarixin yazılmasında sizin balalarınızın da əməyi, zəhməti olmuşdur. Onlar əbədi bu xalqın qəlbində yaşayacaqlar. Siz bununla fəxr edin. Siz həmişə öz balalarınızın uca atda olması ilə fəxr edin ki, bütün millət, bütün xalq, bütün dövlət sizin balalarınızı hər il, hər gün yad edirlər. Çox sağ olun. Teşekkür ederim. Səni xanım buyurun, yekunlaşdırıram. Təşəkkür edirəm söz verdiyiniz görə. Uzaqdan, yaxından gələn şəhid ailələrini salamlayıram. Hamısına Allahdan səbir diləyirəm. Bugünkü anım günü olan şəhidlərimizin valideynlərinə böyük səbir diləyirəm və demək istəyirəm ki, biz ömür boyu bu ailələrə, bu şəhidlərimizə borcluyuq. Allah hamısı şəhidlərimizə rəhmət eləsin, yerləri cənnət. Teşekkür ederim. Çok sağ olun. Allah Teala her birinizden razı olsun. İkinci tedbirimize hamınız buradan gelirsiniz. O tedbire sarıp geçin, o birine. Buyur hadi. والغنيمة من كل بر لم تجد جنة من النار رحم الله من عادل الفاتحة. بسم الله الرحمن الرحيم. يا قناة يا قناة هذا مستقيم والله لنام بسم الله. Allah sabır versin. Çekil çekilin.